إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا ما بعد فأوصيكم بتقوى الله فإنها وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz değerli kardeşler, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rabbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Və davam edirik İ'ləməs-Sünnəl Mənşura adlı risaləni, hansı ki İmam Hafız el-Həkəminindir. Və necə bilirsiniz, müsəlmanın etiqadı əsaslarını cəm edib müəllif sual-cavab üslubunda və qədərə imanla bağlı mövzuda davam edirik. Və qədərə iman haqda dəlillərə toxunduq keçən dərsdə. Və o gün müəllif yeni bir sualla mövzuya daxil olur və deyir ki, kəm maratibil imani bil qadər. Qədərə imanın mərtəbələri neçədir? Yəni, qədərə iman neçə mərtəbədəndir? Və cavab verir, deyir ki, əl-imanu bil qadər arba'a maratib. Qədərə iman 4 mərtəbədir. Əl-mərtəbətul ulə, birinci mərtəbəsi Əl-iman bi'ilmillahil muhit bi kulli şey. Allahın imanını, elminin hər şeyi əhatə etməsinə iman. Birinci mərtəbə elmdir. Yəni, Allahın elmi ilə hər şeyi əhatə etməsinə iman etmək bu qədərin birinci mərtəbəsidir. Sonra deyir ki, o elm ki, الذي لا يعزب عنه مثقال ذرة في السماوات ولا في الأرض. Ondan, yəni Allah Taala'dan elmindən zərrə də olsa göylərdə, yerdə heç nə gizli qala bilməz. وأنه تعالى قد علم جميع خلقه قبل أن يخلقهم. Və Allah Taala məxluqatını xəlq etməmişdən əvvəl hamısını bilirdi. Artıq hamısını bilirdi. Və alimə ərzaqahum. Bilirdi onların ruzilərini. Və əcələhum. Onların əcəllərini, yəni ömürləri nə qədər olacaq. Və əqvaləhum və əmələhum. Onların sözlərini, əməllərini. Və cəmiyə hərəkətihim və səkənətihim. Onların hər bir hərəkətini, hər bir sükunətini, yəni sakit durmalarını. Və əsrarihim və alaniyyətihim. Sirlərini, yəni gizlində olanlarını, aşkarda olanını. Və mən hum minhum min əhlül cənnə. Kim onlardan cənnət əhlidir? Və mən hum minhum min əhlün nər. Kim onlardan cəhənnəm əhlidir? Hamısını Allah Teala bilir. Bu birinci mərtəbədir qədərin. Sonra deyir ki, əl-mərtəbət-ət-thəniyyə, ikinci mərtəbə, Əl-imanu bi kitabəti zəlik. Bütün bunların, yəni zikr olunanların yazılması. Bütün bu zikr olunanların yazılmasına iman qədərin ikinci mərtəbəsidir. Və ənəhu Teala qad kətəbə cəmi'u mə səbəqə bihi ilmu. Ənəhu kəin. Yəni Allah Teala əzəli elmi ilə, yəni bütün nə zikr olundu, əvvəldə bütün əzəli zikr olunan, bütün nə varsa Allah Teala hamısını yazıb ki, nə olacaq? Nə olacaq Allah Teala hamısını yazıb, yəni təqdir edib. Sonra deyir ki, وَفِي ضِمْنِ ذَلِكَ الْإِيمَانُ بِاللَّوْهِ وَالْقَلَمِ. Və həmsinin yazıya imana daxildinə Ləvhül məhfuza iman, həmsinin qələmə iman. Sözsüz ki, mərtəbələrin hamısı haqda ayrıca suallarda təfsilat da verəcək qabaqki dərslərdə. Sadəcə umumən
qədərin mərtəbələrinə cavab verir. Nədir? 4. Sonra deyir ki, əl-mərtəbətü thəlifə. Üçüncü mərtəbə, əl-imanu biməşiyyətilləhin nəfidə vəl-qudratuhu şəmilə. Allahın keçərli istəyinə, yəni Allahın istəyinə iman və həmçinin şamil qüdrətinə iman. Yəni, hər şeyi şamil edən qüdrətinə iman. Və sonra deyir ki, وَهُمَا مُتَلَازِمَانِ. Onlar bir-biri ilə bağlıdır. Hansı cəhətdən? Deyir ki, min cihəti مَا كَانَ وَمَا سَيَكُنْ. Nə olub və nə olacaq? Bu cəhətdən Allahın istəyi ilə qüdrəti bir-biri ilə bağlıdır. Lakin sonra deyir ki, وَلَا مُلَازَمَةُ بَيْنَهُمَا min cihə. Lakin digər tərəfdən onlar arasında bağlılıq yoxdur. Hansı cəhətdən? Mə ləm yəkun və lə huvə kəin. Nə ki olmayıb hələ, nə ki yoxdur. Nə ki heç yoxdur əslən və nə ki olmayıb, bu cəhətdən bağlı deyil bir-birinə. Sonra deyir ki, fəmə şəəllahu fəhuvə kəin bi qudratihi lə muhalə. Nəyi Allah Teala istəyib, qüdrəti ilə olacaq, bu labüddür. Yəni, mümkün deyil ki, olmasın. Əgər Allah Teala istəyibsə, qüdrəti ilə olacaq. وَمَا لَمْ يَشَ اللّٰهُ تَعَالَى. Nəyi ki, Allah Teala istəməyib, ləm yəkun, o olmayacaq. Nə üçün? لِعَدَمِ مَشِيَّةِ اللّٰهِ İyyəh. Allah Teala'nın onu istəmədiyi üçün. Lə li'ədəmil qudrə. O demək deyil ki, qüdrətinin olmadığı üçün, yox. Qüdrəti var, lakin istəməyib Allah Teala olmasını. Sonra deyir ki, Teala ən zəlikə. Allah Teala pak və uzaqdır bundan ki, yəni qüdrəti olmasın deyilsin. İçində Allah Teala'nın qüdrəti var, istəyi də var və nəyi istəməyib o olmayacaq. Sonra ayə gətirib, Rahiməhullah, deyir ki, Allah Teala deyir ki, Fatir surəsinin 44-cü ayəsində وَمَا كَانَ اللّٰهُ لِيُعْجُزَهُ مِنْ شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ. Allah Teala'nı heç nə aciz edə bilməz. Nə yerdə, nə də səmada. Heç nə Allah Teala'nı aciz edə bilməz. İnnehu kana aliman qadira. O bilən və qüdrətlidir, yəni qadirdir. Sonra deyir ki, el-mərtəbətur rabiə. 4-cü mərtəbə qədərin əl-iman bi ənəllaha xalaqa kullə şey. İman etmək ki, Allah Teala hər şeyi xəlq edib. Və ənəhu mə min zərrətin fis-səməvati və lə fil-ard və lə fīmə beynəhumə illə vəllahu xaliquhə. Yerdə, göydə nə varsa və ya onlar arasında nə varsa Allah Teala hamısını xəlq edib. Və xaliqu harakətihə, onların hərəkətlərini də xəlq edib. Və səkənətihə, sakitliyini də xəlq edib. Subhanəhu lə xaliqə qeyrə və lə rabbə subah. Pak və nöqsanlardan uzaq olan Allah, ondan başqa xaliq yoxdur, ondan başqa Rəbb yoxdur. Bu müəllifin cavabıdır. Fikir versək, müəllif qədərə iman dəlilləri zikr edəndən sonra mərtəbələrini ayrıca zikr edib. Və təfsilatlı şəkildə yenə zikr edəcək. Hər bir mərtəbə haqda ayrıca sual verərək, təfsilat verərək. Və qədərin mərtəbələri həqiqətdə qədərin özüdür. Ona görə keçən dərsdə də toxunduq ki, qədərin ən gözəl tərifi nədir? Qədərin 4 mərtəbədən ibarət olmasını demək. Qədər 4 şeydir. 4 mərtəbədir. Allahın elmi əşyalar haqda, onların yazılması, istəyi, xəlq etməyi. Budur qədər. Ona görə fikir versək, qədərə iman deyir ki, 4 mərtəbədir. Və birinci mərtəbəsinə toxunur. Və deyir ki, Allahın elmi hansı ki, hər şeyi əhatə edib. Heç bir şey nə göydə, nə yerdə ondan gizlin qala bilməz. Yəni, Allahın elmindən kənar qala bilməz. Hər bir məxluqatını bilib Allah Teala, bu məxluqatı xəlq etməmişdən qabaq. Onların ruzilərini bilib, əcəlini bilib, sözlərini, əməllərini, bütün hərəkətlərini
sakitliklərini, gizlini, aşkarını, kim cənnət əhlindəndir, kim cəhənnəm əhlindəndir. Xülasə nədir? Allah Teala vəsf olunur bunların hamısı ilə əzəli, yəni qədim elmi ilə, hansı ki geniş elmdir. Hər bir şeyi əhatə edib. Qədim, yəni əzəli. Bu Allah Teala'nın zatı sifətidir. Allahın elmi, əzəli elmi Allah Teala'nın zatı sifətidir. Və hələ də bu sifətlə vəsf olunub. Necə ki, əzəldən vəsf olub. Ola bilməz ki, hansısa bir vaxtda bu sifətin ondan kənar olması ilə vəsf olunsun. Əsla. Elm sifəti Allah Teala'nın zatı sifətidir. Və heç vaxt vəsf olunmayıb onsuz. Və vəsf olunmayıb onun ziddi olan cahilliklə. Necə buyurub alimlər, deyiblər ki, hər şey, yəni Allah Teala uzaqdır ondan ki, bu sifətlə vəsf olunsun. Hələ də vəsf olunur elmlə, əzəli elmi ilə, hansı ki, bütün məxluqatını əhatə edib. Və Allah Teala'nın elmi şamil edir özündə hər şeyi. Necə buyurub öz kəlamında? وَأَنَّ اللّٰهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا. Allah Teala artıq elmi ilə hər şeyi əhatə edib. Elmi hər şeyi əhatə edib. Rabbənə vəsihtə kullə şeyin rəhmətən və ilmə. Ey Rəbbimiz, sən rəhmətinlə, elminlə hər şeyi əhatə etmişsən. Və bu elmlə, hansı ki Allah Teala vəsf olunur onu, nə olub, nə var, nə olacaq, hamısı buna daxildir. Və nə yoxdur, əgər olsaydı, necə olardı? Mümkün olan və mümkün olmayan hamısını Allah Teala elmi ilə nə edib? Əhatə edib. Ona görə hər bir şey Allahın elmindədir. Elmindən kənar qalmır. Hətta o şey ki, olmuyor. Və Allah Teala istəsə olacaq. Hamısı Allah Teala'nın elmindədir. Yoxdur, olsaydı necə olardı? O da Allah Teala'nın elmindədir. Lakin olmuyor. Necə dedik? Rəbbimiz vəsf olunur elmi ilə hər bir şeyi əhatə etməyi buyurur ki, لَوْ خَرَجُوا ف۪يكُمْ مَا زَادُوكُمْ إِلَّا خَبَالٍ. Allah Teala deyir ki, əgər onlar sizi ilə çıxsaydılar döyüşə, sizi ancaq fitnə artırardılar. Yəni, çıxmayıblar əslən. Əgər çıxsaydılar, yəni ehtimal təqdir etsəydi ki, çıxsaydılar sizlə bərabər döyüşə, sizə fitnədən başqa heç nə artırmazlar. Necə ki, Rəbbimizin əzəli elmində var. Məzədəkum illə xəbələ. Sizə fitnədən başqa heç nə artırmazdılar. Deyir ki, Rəbbimiz وَلَوْ عَلِمَ اللّٰهُ فِيهِمْ خَيْرًا. Allah da onlar haqda, yəni xeyr bilsəydi, yəni onların nəsə bir xeyrini bilsəydi, لَأَسْمَعَهُمْ. Onlara eşitdirərdi. Yəni dəlillərini, ayələrini. وَلَوْ أَسْمَعَهُمْ لَوَلَّوْ وَهُمْ مُعْرِضُونَ. Əgər eşitsəydilər belə, deyir ki, Rəbbimiz, onlar çevrilib, üst çevirib gedərdilər. İman eləməyiblər, eşitmədikləri üçün və eşitdirilmədikləri üçün. Hətta eşitdirilsəydi, Rəbbimiz deyir ki, onlar yenə yəni iman etməyəcəkdilər. Üst çevirib gedəcəkdilər. Ona görə nə ki yoxdur və olsaydı necə olacaq və mümkün deyil olsun, bu haqda da Allah Teala'nın elmi var. Mümkün olan və mümkün olmayan və olsa necə olacaq? Ona görə deyir ki, Rəbbimiz لَوْ كَانَ فِيهِمْ آلِهَةً إِلَّا اللّٰهِ لَفَسَدَتَا. Əgər onların, yəni Allahdan qeyri ilahları olsaydı, fəsad edərdilər. Yəni Allahdan qeyri ilah yoxdur. Olsaydı, Rəbbimiz deyir ki, fəsaddan başqa bir şey etməyəcək. Bu da Rəbbimizin elmindədir. Məttəxədəllahu min vələd. Allah Teala özünü övlad götürməyib. Və mə kənə mə'əhu min ilah. Onu ilə yanaşı bir ilah da yoxdur. Yəni olsa, nə deyir Rəbbim? İz ləzəhəbə kulli ilahin bimə xaləq. Hər bir ilah öz xəlq etdiyi ilə gedərdi. Yəni öz xəlq etdiyini idarə edərdi. Və lə'alə ba'duhum alə ba'd. Və biri digərini mütləq məğlub edərdi. Amma yoxdur.
Olsaydı Rəbbimiz buyurur ki, belə olardı. Ona görə mümkün olmayan olsaydı Rəbbimizin o haqda da elmi var, yoxdur. Olsaydı necə olardı, hansı halda olardı, necə fəsad edərdi yeri, göyü, Rəbbimiz bu ayələrdə toxunub hamısına. Elə isə bu ayələr dəlildir ki, Allah Taala'nın elmi genişdir, hər bir şeyi əhatə edib və Allah Taala'nın elmi qədimdir, yəni əzəlidir. Və inşallah qabaqki dərslərdə gələcək ki, Allah Taala'nın elmi dedikdə iki elm qəsd olunur. Elmul qadim, Allah Taala'nın qədim elmi, yəni əzəli və Allah Taala'nın zuhur elmi, elmul zuhur, yəni Allah Taala'nın elmi üzə çıxandan sonra bəzi əməllər, bəzi sözlər, hansı ki onu ilə bağlı nədir? Savabların verilməsi, günahların yazılması onu ilə bağlıdır. Hər biri Allahın elmindədir. O, qabaqki dərslərdə toxunacaq ona. Elə isə birinci mərtəbə nədir? Qədərdən Allah Taala hər bir şeyi əhatə edib öz elmi ilə. Sonra müəllifin ikinci mərtəbə haqda dediyi sözə baxsaq, deyir ki, ikinci mərtəbə əl-imanu bi kitabəti zəlik. Bunların hamısının yazılmasına iman. Yəni Allah Taala artıq hər şeyi yazıb. Nə olacaq? Ta qiyamətə kimi. Ona görə də ikinci mərtəbə, hansı ki Allah Taala'nın hər bir şeyi yazmasıdır, ona iman etməyimiz qədərə imandandır. Hər bir şeyi Allah Taala təqdir edəndən sonra Levhul Məhfuzda yazıb. Yeri, göyü xəlq etməmişdən əvvəl. Yeri, göyləri xəlq etməmişdən nə qədər əvvəl? 1000 il, 50 min il qabaq. 50 min il qabaq Allah Taala onları xəlq etməmişdən qabaq yazıb, nə olacaq qiyamətə qədər. Ona görə də elmlə yazmaq arasında əlaqə var. Və baxsaq, nədir bu əlaqə? Bu ikisi arasında, Allah Taala'nın elmi ilə yazmaq arasında görərik ki, biri ümumidir, biri xüsusidir. Allah Taala'nın elmi hər bir şey haqda bu ümumidir. Lakin Allah Taala'nın yazmağı o elmdən olanları bu xüsusidir. Çünki hər şey haqda Allah Taala'nın elmi var. Nə olacaq, nə var, qiyamətə qədər nə olacaq, hamısını qeyd etməsi Rəbbimiz xüsusiləşdirib. Və elə şeylər var ki, Allah Taala'nın elmindədir. Allah Taala bilir o haqda, lakin yoxdur. Və olsaydı necə olacaq? Allah Taala onları qeyd etməyib, çünki yoxdur o. Və olsa necə olacağı mümkün olmayan, o haqda da Rəbbimizin elmi var. Ona görə də deyiblər ki, alimlər, yazmaq elmdən daha xasdır. Çünki elm əvvəldir, sonra yazmaqdır. Allah Taala bilib, sonra yazıb. Və Allah Taala'nın elmi hər şey haqdadır. Qədimdir, onun əvvəli yoxdur, çünki Allah Taala'nın zatındandır. Və Allah Taala əvvəldir, ondan qabaq heç nə yoxdur. Sonra yazıb, ondan sonra yazıb. Necə ki, Sələmə İbn-i Dinar rahiməhullah deyir ki, alimə qablə ən yaktub, yazmamışdan qabaq bildi. Və kətəbə qablə ən yaxluq, və xəlq etməmişdən qabaq yazdı. Fəmədəl xalqu alə ilmihi və kitabəti, və məxluqat onun elmi və yazmağı ilə həyata keçdi. Və dedi ki, yazmaq dedikdə bura həmçinin daxildir Levhul Məhfuza iman, eləcə də qələmə iman. Bu ikisi də ikinci mərtəbəyə, yəni qədərin ikinci mərtəbəsinə iman etməkdən sayılır. Və bu ikisi məxluqdur. Levhul Məhfuzda
eləcə də qələm də əzəmətli məxluqlardır. Lövh-ül Mahfuz, hansı ki Allahın ayələrində zikr olunub, bəzən əz-zikr kimi, müəyyənlikdə gələrək, əl-artikulu ilə işlənərək, bəzən İmam-ül Mubin kimi, açıq aydın rəhbər kimi vurğulayıb Rəbbimiz, bəzən Kitab-ül Mubin kimi, açıq aydın kitab kimi adlandırıb və bir çox ayələr hansı ki vəsf edib Lövh-ül Mahfuzu müxtəlif adlarla, o Lövh-ül Mahfuz ki, hansı ki ora nə yazılıb sabitdir, ora nə artırılır, nə azaldılır. Ona görə iman edirik ki, Allah Teala orada olanı qoruyur, nə ora artırılır, nə oradan əskildilir. Lakin nədir maddəsi, nədən ibarətdir lövh, uzunluğu nədir, çəkisi nədir, rəngi nədir? Cavab odur ki, Allah daha doğrusu bilir. Bu məsələlər qadağan edilmiş qeybi məsələlərdəndir ki, hansı ki, məxluqun o haqda elmi yoxdur. Amma o ki, qaldı qələm, hansı ki, yazıb, təqdir edib, nə olacaq qiyamətə qədər, o da Allah Taala'nın məxluqudur. Xəlq edib onu, necə ki, İmam Muslim rəvayət edib öz səhiyində, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, Əvvəlu mə xələqəllahul qələm qalə ləhu uktub. Allah Teala qələmi ilk xəlq edəndə dedi ona ki, yaz. Fəqalə mə əktub. Dedi, nə yazım? Dedi, nə yazım? Qalə uktub məqadirə kullə şey. Dedi, yaz hər şeyin qədərini. Hər şeyin qədərini yaz. Fəkətəbəllahu məqadirə kullə şey bihədəl qələm. Və Allah Teala hər bir şeyin qədərini bu qələmlə yazıb. Bu qələm yazıb nə olacaq yerdə, göydə, onlar arasında ta qiyamətə kimi hər bir şey təqdir edilib və qorunur bu iki məxluqun səbəbi ilə. Ona görə də qədərin ikinci mərtəbəsi ona iman dedikdə, ora həmçinin qələmə və Lövh-ül Mahfuza da iman daxildir. O ki, qaldı müəllifin zikr etdiyi üçüncü mərtəbə və dördüncü mərtəbə qədərin, onu da inşallah gələn dərsimizdə müxtəsər olaraq toxunacaq. Sonra digər dərslərdə təfsilatlı şəkildə hər bir mərtəbəyə ayrıca təfsilat verəcək Allahın izni ilə. Allah Teala bizə eşidib faydalardan etsin. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innəhul ğafurur rahim.